Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib. Qafqaz İnfonun məlumatına görə hadisə rayonun Himdarx qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Kia markalı avtomobil VAZ-2106 markalı maşınla toqquşub. Baş verən qəzada vazda olan 74 yaşlı Əhmədov Əli Bayramqulu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Kia markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının xəsarətləri yüngül olduğundan ilkin yardım edilib, müalicə üçün evə buraxılıb. Qeyd edək ki, Kia markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd Həsənovun ailəsinə məxsusdur və xəsarət alan Aynur Həsənova şəhidin bacısıdır. Faktla bağlı araşdırma aparılır.